Ramiz Mehdiyev yenidən dindirilib. Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində aparılan cinayət işi üzrə növbəti dəfə təqsirləndirilən şəxs qismində ifadə verib. Günün Səsi İnfonun əldə etdiyi məlumata görə, müstəntiqlər bu dəfə Ramiz Mehdiyevi yaşadığı evində dindirib. Buna səbəbi isə onun səhhətindəki problemlər olub. Bildirilir ki, Ramiz Mehdiyev bu dəfə AXCP sədri Əli Kərimli və Baş nazirin sabiq birinci muavini Abbas Abbasovla bağlı suallara cavab verib. Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 274 dövlətə xəyanət və 193.1.3.2 cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur. Onun barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. Mənbə: Günün Səsi İnfo.